Salam şirin şeker balalar. Bugünkü mövzumuz bədii təsvir vasitələri metafor. Metafor sözü bəzən ədəbiyyatşünaslıqda onu istiarə sözü ilə də əvəz edirlər. Və metafor sözü, istiarə sözünün mənası köçürmədir. Bir əşya hadisənin əlamətinin başqa əşya və hadisənin üzərinə köçürülməsi yolu ilə metafor yaranır. Yəni, metafor sözü Yunan sözüdür, istiarə sözü ərəb sözüdür. Hər iki sözün mənası köçürmə mənasına gəlir. Ağaclar pıçıldaşır, pıçıldaşır. Çiçəklər danışırdı. Ulduzlar göy üzündə hey qımışırdı. Uşaqlar, pıçıldaşmaq insana məxsus olan xüsusiyyətdir. Danışmaq yenə insana məxsusdur. Sonra qımışmaq yenə insana məxsus olan xüsusiyyətdir. Biz bilirik ki, ağac pıçıldamaz, çiçək danışmaz, ulduzlar qımışmaz. Deməli, insana məxsus olan əlamətlərin bu əşyaların üzərinə köçürülməsinə nə deyirlər? Metafor deyirlər. Gəlin birlikdə Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün tərtib etdiyi ədəbiyyat test toplusundan işləyək və əsaslandıraq. Bədii dildə çox geniş yayılmış məcaz növlərindən biridir. Bir əşya yaxud hadisənin müəyyən əlamətinin başqa əşya üzərinə köçürülməsinə deyilir. Söhbət hansı məcaz növündən gedir? Sizcə hansı məcaz növündən gedir uşaqlar? Təbii ki, köçürmə deyiriksə, söhbət metafordan gedir. 7 nömrəli çalışmaya baxaq. Aynəbənd evlərin eyvanı sərin, yuyunur qoynunda al şəfəqlərin. Aha, Aynəbənd evlərin eyvanı sərin ola bilər, təbiidir. Yuyunur qoynunda al şəfəq. Amma şəfəqlərin qoynunda yuyunması, təbii ki, bu nədir uşaqlar? Köçürmədir. Şəfəq, yəni al şəfəq, günəşi nəzərdə tutur. Günəşin qoynunda güya aynəbəndlər yuyunur. İnsana məxsus olan əlamətin köçürülübdür. Burada köçürmə var, deməli burada metafor var. Çalışma 26-ya baxaq. Nümunədə işləmiş bədii təsvir vasitələri müəyyən edin. Keçən dəfə bunu səhv etməmsə, epitetdə işləmişdik, yenə baxaq. İpək saçlarını güllər öpərkən hər sirrimi ona açıb döktüm mən. Güllər bəyəm saçları öpə bilər uşaqlar? Təbii ki, yox. İnsan öpər. Canlıya aid olan bir xüsusiyyətdir öpmək, öpüşmək. Deməli, burada nə var uşaqlar? Metafor var. Eyni zamanda ipək saç sözü də epitetdir. Yəni, hansı saçlarını? İpək saçlarını. Məcazi mənada işləndiyi üçün bu epitet var burada. Güllərin öpməyi isə metafordur. Yuxarıdakı çalışmaya baxaq. 25. Nümunədə işlənmiş bədii təsvir vasitələrini müəyyən edin. Yaşıl köynəyini geyinir meşə, yaxama quş kimi qonur bənövşə. Aha, meşə köynək geyinə bilər uşaqlar. Təbii ki, insan geyinər. İnsana məxsus olan əlamətin meşənin üzərinə köçürülməsidir. Quşa bənzədibdir. Yaxasına quş kimi bənövşənin qonması təşbihdir artıq. Deməli, burada həm təşbih var, həm də eyni zamanda metafor var. 2, 3. 53 nömrəli çalışmaya baxaq. Nümunədə bədii təsvir ifadə vasitələrinin hansı növləri işlənibdir? Gahdan gülər, gahdan ağlar fikrimiz. Bax, fikrin ağlamağı, gülməyi, təbii ki, məcazi mənada fikir ağlamaz, gülməz. İnsan ağlayar, gülər. Qanad açar, qanad bağlar fikrimiz. Quş qanad açar, fikir qanad açmaz. Qanad bağlar fikrimiz. Yenə də quşa aid olan bir köçürmədir. Gözünüz quşun adını çəkməyib, fikrin bu əlamətlər köçürülübdür fikrin üzərinə. Misralarda coşub çağlar fikrimiz. Bu da çaya aid olan əlamətdir ki, köçürülüb yenə də fikrin üzərinə. Şeir fikrə, fikir şeirə bağlıdır. Deməli, burada metafor vardır artıq. ...74 nömrəli çalışmaya baxaq. Gəzmişəm çölləri gül darıxanda, bulud göz yaşına yerə sıxanda. Aha, gül darıxa bilər uşaqlar. Məcazi mənada təbii ki, insan darıxar. İnsanın darıxmasını gülün üzərinə köçürübdür və bununla da köçürmə hadisəsi yarar. Yəni, burada metafor var. Bulud göz yaşını yerə sıxanda. Buludun göz yaşı olur uşaqlar yerə. Yəni, yağış yağanda nəzərdə tutub da, yəni ki, yəni insan ağlaya bilər, insan göz yaşlarını saxlaya bilər, ya saxlaya bilməz.
Deməli, bulud göz yaşını yerə sıxanda burada yenə də metafor vardır. Başqa bir nümunə 75-ə də baxaq. Xəzər cilvələnir, titrəşən işıqlar büllur sularda yuyunurdu. İşıqların suda yuyunması. Bax, bu artıq metafordur. Xəzərin üzərinə köçürübdə insana məxsus olan əlamətdir. Yəni, burada da metafor vardır. 83 nömrəli çalışmaya baxaq. Günəş qızıl yaylığını dağ başından saldı getdi. Aha, günəş qızıl yaylığını dağ başından saldı getdi. Bu, insana məxsus olan əlamətlərdir də. İnsan başına yaylıq, qadınlar başına yaylıq bağlayır. Yeri gəlsə, yaylığını açıb harasa salır və gedir. Yəni, deməli, günəş yaylıq salmaz. Sadəcə günəş şəfəqlərini dağın başına saldı bu mənada demək istəyir. Və burada bir köçürmə var artıq. Nömrəli 88-ə baxaq. Burada da gözümə dəydi. Yenə xısın-xısın ağlayır bulud. Aha, insan ağlayar. Bulud ağlamaz. Yağış yağar buluddan. Bax, təsvir vasitəsi, metafor var burada. Yəni, istiyarə köçürmə. Elə hardasa donur bu yağış. Pərişan baharın kipriklərinə ələnir bu yağış, qonur bu yağış. Yağış qonmaz, kəpənək qonar. Bax, burada da bir köçürmə var. Ələnir bu yağış, yağış ələnməz, unla ələnər. Burada da bir köçürmə var artıq. Yəni, bu əlamətlər göstərir onu. Pərişan baharın kipriklərinə, pərişan sözü də burada pərişan bahar məcazi mənadadır. Epitet var. Hansı bahar? Pərişan bahar. 94-ə baxaq. Yaz olanda bizim uca dağlarda öpüşür gül çiçək. Aha, gül çiçək öpüşməz, insan öpüşər. Maralların, cüyürlərin gözündən utanıb qısılır ki, ola bənövşə. Deməli, maralın, cüyürün gözündən bənövşə, maralın, cüyürün gözündən utanır. Fikir verirsiniz. Təbii ki, bu həqiqi mənada deyil. Köçürmə var. İnsan utanır. Bənövşə utanmaz. Bu, insana məxsus əlamətin. Deməli, bu əlamət köçürülübdür bənövşənin üzərinə. Və bununla da metafor yaranıbdır. 157-yə də baxırıq. 157-də görək nə deyir. Ah, mən bu aşiqəm gözəl baharın, baharda çağırır çiçək çiçəyi. Çəmən döşəydi sevdalı yarın, ona laylay deyir səhər küləyi. Ah, mən aşiqəm gözəl baharın, baharda çağırır çiçək çiçəyi. Baharda çiçək çiçəyi çağırır, insan çağırar bir-birini. Çiçək çiçəyi çağıra bilməz. Deməli, burada metafor var. Sonra, çəmən döşəyidir sevdalı yarın, ona laylay deyir səhər küləyi. Səhər küləyinin laylay deməsi, bu da yenə köçürmə var, bu da metafordur. Sonra 159-a da baxaq, bununla yekunlaşdıraq. Əzizim gül üşüdü, şeyh düşdü, gül üşüdü. Deməli, gül üşüyər uşaqlar, yox, insan üşüyər. Bax, köçürüldü bura. Sonra, oğullar vətəni tərk eyləyəndə vətən körpə kimi yetim qalarmış. Burada təşbih var, şair. Görünür, düz ilqarı var, nə gözəl, nə şirin kəlamları var. Burada yoxdur. Ot tökür, günəş ağzından. Aha, burada var. Deməli, günəşin ağzından ot dökməsi nədir aşağılar? Burada metafor vardır artıq. Aydındır mı? Günəş ağzından ot dökməz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Bugün